Siz dostlar, elə önəmli, heç kimdən heç vaxt bugünkü gün işitmədiyiniz elə bir temalar, elə bir nöqtələrə toxunuram ki, sabah həmən nöqtə, həmən şeylər baş verəndə, artıq hər kəs danışanda, bugün o şey baş verənə qədər mənim bugün dediyi şeylər sadəcə insanların bir çox baxıl qısım yenə mənə deyəcək ki, sən hansısa kinoda, hansısa bir adamından işitmisən də bu sözlər. Bugün baş vermədiyi olayları çox adam, çox kinolarda çox şey işidir. Onu dilə gətirib danışan bir siyasətçilər varmı? Söhbət yenə də siyasi analizlər. Çünki dünya hal-hazırda siyasət üzərində qurulub, dünyada baş verən şeylər siyasidir. Çünki bugünkü gün hər hansı efirlərdə olan, özünü silkələyən və ya o nə bileyim o geyimi, bu kimi şeylər, temalar qutardı da o zaman deyil artıq ki, onlara baxıb vaxt keçirdəsən. Hər kəsin qulağı bir nələr baş verəcəyi olacaq olan bir durumda, bir diqqət üstündə olan durumda siyasi məsələlər dünyada gedən maraqlı olduğu üçün mən də bunları analiz edən bir şəxsəm. Baxıcı olmasaydım, adi bir pişik olsaydı ki, dilindən çıxsaydı ki, falan şey olacaq. İnanardınız. Amma baxıcı olduqda tema, ekstrasens baxıcı gedir də bizim adımız. O zaman onda bir çoxları Allahın işinə qarışma, nə bilim, nə dini cəhətindən yanaşaraq özlərinə bir boş şeydi falan eləyərək, ümid verərək və ya inanmaq istəsə də, inansa da neysə, olduğu dəqiq həqiqətini bir kəlmə ilə sən bunu həqiqəti bizə deyir, çatdırır deyən yoxdur. Vaz keçir gedir. Əslində dünyada baş verən proseslərin bugün gözə görünməyən nöqtələrinə toxunacağım. Baxın, bugün Trump, yəni bu çox siyasətçilər, yəni ki, hal-hazırda gedən proseslər, danışanlar gedir də, adi bir evdə olan nənələr, xalalar buna başa düşməsə də, amma siyasi cəhətdən analiz edən kəslərə danışıram. Trump bugünkü gün özünü Türkiyənin dost, Erdoğan Bey'in dost adlandırır. Bax, bugün İran prosesi, bütün dünya İrandan, savaşdan, gərginlikdən danışan bir nöqtədə, bax, mən hansı nöqtədən danışıram? Belə, Rusiya bilirsiniz də, 20 dənə balistik raket atdılar dünənləri Ukraynaya. Çox dəhşətli dərəcədə ən böyük raketlər, bir gündə bir şəhərə 20 dənə balistik raket. Hələ bunun ardısı gələcək, bu hələ harasıdır? Hələ bir raketlər atacaq ki, bunu mən demişdim bir neçə gün qabaq, artıq bu bir neçə gün keçdi, baş verdi. İndi mən ona görə Türkiyəyə qayıdım. Erdoğan Bey Trump'a inanmamalıdır. Türkiyəni Trump dost adlandıraraq, Erdoğan Bey özünə dost adlandıraraq, Türkiyəni böyük bir uçuruma gedən olaylara, savaşlara qatılacaq. Üçün hərəkətlərə sürükləyəcək. Düzdür, bəzi televiziya şeylərdə, o Suriya üzərində gedən proseslərdə bir çox cür analiz eləyəni var. Türkiyə orada qazanan tərəfdə olan deyənlər də var, qazanmayan da. İndi iki başlı danışır deyə mən hansını deyim? Qazanan mı deyim, qazanmayan mı deyim? Əslində biz istəyirik qazanan olsun. Çünki Türkiyə, Azərbaycan eyni şeydir. O yüzden gözəl dostlarımız, analizlər eləmək, bunları sizə çatdırmaq bizim işimizdir deyə biz sizə deyirik. Trump Türkiyənin prezidenti Erdoğan Bey'i vaxt gələcək darda qoyacaq. Türkiyəni bugün dost adlandırıb Trump Erdoğan'ın dostu kimi də aparsa, gələcək ya seçkilər qabağı, ya seçkilər dönəmi, elə bir vaxt gəlib Erdoğan Bey'in yanında olmalı olan dönəmdə Trump Türkiyəyə, Erdoğan Bey'e üz çöndürəcək. Baxmayaraq ki, bugün bəzilər deyir ki, Türkiyə ilə Erdoğan Bey ilə Trump'ın Türkiyənin böyük biznes maraqları var. Güya Azərbaycanın hal-hazırda böyük bir simpatiyası var. Amerikaya qarşı, Rusiyaya qarşı soyuq münasibətlər. Hal-hazırdakı dönəm budur. Amma mən elə hiss edirəm, düşünürəm ki, yenə də Azərbaycanın yanında olan Rusiya nisbətən Azərbaycanın arxasında, yanında durar və Türkiyəni deyənmərəm. Kim qaldı ki, Amerika dursun bizim yanımızda. Çünki Trump aldatdığını düşünürəm. Həm Azərbaycanı, həm də Türkiyəni.
əsasən də Türkiyəni aldadırsa, Türkiyəyə qarşı çıxırsa, əli Azərbaycanı da aldatdı, qarşı çıxdı deməkdir. Ona görə əsasən də Erdoğan bəy Trump'un vədlərinə, onun biznes marağı, əgər hər nə olursa olsun deyirsə desin, inanmamalıdır. Gələcəkdə Trump Erdoğan bəyi uçuruma sürükləyəcək, dəstək olmayacaq, yanında durmayacaq. Bu da mənim hiss elədiyim bugün Türkiyə və Erdoğan bəy barədə Trump'ın ona verdiyi vədləri, ona hal-hazırda vəd verərək danışan bir dönəmdə deyilən sözlərdir. Çünki bugünkü gün Erdoğan beydən çox təriflər yağır, Türkiyənin dostu, Erdoğanın dostu adlandırır Trump. Amma gələcəkdə hər kəs bunu görəndə artıq Amerika onu hansısa maraqlara görə yanındaydı, Trump aldadırdı, bunu görməli idi. Şərh eləyən zaman gəlib yetişəndə siyasətçilər ortalığa çıxacaq ki, falan şeyləri. Amma bugün o siyasətçilər nədənsə Trump Türkiyənin Erdoğan bəyin dostudur deyə danışanda çox az qism adam onu aldatdığını və onun yanında gələcəkdə olmayacağını deyir, bəlkə də demir. Amma mən deyirəm ki, bəli, onu deyənlər varsa düzdür, görməmişəm. Onlar düz analiz edir, düz deyir. Mən də elə analiz edirəm ki, gələcəkdə Türkiyənin Erdoğan bəyi podderşka eləməyəcək orada Trump. Trump öz maraqlarınıza görə sazişləri bağlasa da, Trump'ın arxasında inanın ki, elə güclər var ki, Trump'ı da idarə edir, elə düşüncəsindəyəm. Və Türkiyədə olan proseslərə Erdoğan bəyin istəyinə qarşı çıxacaq. Təki olmasın, Erdoğan bəy bizim Azərbaycanımızın, büyük Türk dünyanın dostu, büyük qardaş, bizim babamız, biz onu istəyirik. Çünki Azərbaycanın bugünkü gün ən büyük dayağıdır. Biz bunu bilirik. Amma bunu hiss etdiyi şeylərin analizinin eləməsi mənim hər hansı bir Erdoğan bəyə qarşı kütləyi pislətdirməsi və ya istəməməsi, bu kimi niyyətlərlə yanaşan kütlə varsa, çox nahaq. Mən nabarat onu istədiyim Türk dünyası Azərbaycanı daha möhkəm əlləri ilə yapışıb, daha möhkəm qalması, gələcəyin daha gözəl qalması üçün düşünürəm. Bəli, liderlər onlar bizdən 10 qat, 100 qat bilir, çox bilir, bildiyi şeylər var. Onlar bəlkə də bugünkü gün dövlətin bizneslərə, maraqlara belə lazımdır deyə edə bilər, edirlər. Amma bunun bugün etdiyi şeyləri sabah hər hansı bir vaxtında gözünə qalxanc edərmi, yoxsa onlardan istifadə edərmi, yoxsa Trump yanında olduğu kimi göstərərək Amerikada hər hansı bir kəslərin və ya Avropa gücləri qaldırıb nəsə, çox ehtiyatlı olmalıdır. Amerikanın oynadığı əsasən də Türkiyəyə qarşı, Türkiyəyə sürükləyən bir tərəfə inanmamalıdır. Konkret Trump'a inanmamalıdır. Erdoğan bəy əsas. Sağ olun.